Bu qısa videonu izləyərək bir riyaziyyat sualı daha öyrənəcəksiniz. Baxırıq, buraxılış tipli bir sualdır. 10-cu suala baxaq. 2a plus b, 4b minus 1 qarşılıqlı sayı ədədləri üçün 2a plus b nisbətləri 112-210 olaraq verib, bizdən AB hasilini soruşur. 112-210 olaraq veribsə, bizdə qarşılıqlı sayda olan həmin ədədlər 112 və 210 ola bilməz. Ona görə biz 112 və 210 ədədlərini mütləq ixtisar etməliyik. Aşağını yuxarını bölürəm 2-yə. Deməli, 2-yə böləndə eləyir 56, aşağını 2-yə böləndə eləyir 105. Sonra əlavə olaraq bunlar ixtisar gedir. 7-yə ixtisar gedir. 7-yə ixtisar gedəndə olur 15. Yuxarı 7-yə ixtisar gedəndə olur 8. Qarşılıqlı sayda olana qədər biz bunu ixtisar edirik. 15-də 8. Deməli, bizdə 2a plus b. Deməli, bizdə 2a plus b 8-ə bərabərdir və 4b minus 1 ədədi də, bu ədəd də bərabərdir, 15-ə bərabərdir. Uyğunlaşdırırıq sürəti, məxrəcə. İkinci tənliyi rahatlıqla həll edə bilərik. 4b bərabərdir, 15 ilə 1 toplanır, 16. B bərabərdir, 16-nı 4-ə bilirik, bərabər olur 4-ə. B4 olandan sonra bu tənlikdə yerinə qoyuruq B-ni. Yazırıq 2a üstə gəlir, B-nin yerinə yazırıq 4, bərabərdir 8. 2a bərabərdir, 8-dən 4 çıxırıq 4. A da bərabərdir, 2 vurmadır. 4-ü 2-yə bölürük, bərabər olur 2-yə. Bizdən AB hasilini soruşduğu üçün A2, B4 olduğuna görə, deməli 2 vuraq 4, hasil bərabər olacaq 8-ə.